Salam. Bugünkü videomuzda biz miqyasa aid sualları üzərində işləyəcəyik. Miqyas nədir ümumiyyətlə? Miqyas yer səthinin kartoqrafik təsvirlərdə neçə dəfə kiçildiyini göstərən kəsrə deyilir. Miqyas sizə ən tanış olan mövzulardan biridir, əlbəttə ki, coğrafiya hazırlıqlarında və ya dərsliklərində və mütləq şəkildə 90% ehtimalda miqyas sualları ilə biz qarşılaşa bilərik imtahan vaxtı. Ona görə də çalışaq ki, çox diqqətli olaq bu mövzu üzərində. Və mən də bu gün sizə miqyas məsələlərini izah etməyə çalışacağam. Xətti miqyaslı A və B məntəqələri arasında məsafə 8 sm-dir. Digər xəritələr məntəqələr arasında məsafə 10 sm-dir. İkinci xəritənin miqyasını tapın. Deməli, burada bizə bir təsvir verilir. Burada nə deyilir? 1 sm-ə 125 kilometr düşür. Deməli, bu sualda biz real məsafəni ilk öncə tapmalıyıq. Real məsafəni necə tapa bilərik? Real məsafəni miqyası xəritə üzərindəki ölçüyə vurmaqla biz real məsafəni tapa bilərik. Deməli, burada 125 kilometr miqyasdır. 18-ə vurmalıyıq, çünki xəritə üzərində 8 sm-dir, 1000 edir. Digər xəritədə isə biz miqyas tapmaq üçün düsturu belə yadda saxlayın. Bir növ yerini dəyişirik. Həmin o xəritədə isə miqyasın kəmiyyətini tapmaq üçün ikinci xəritədən söhbət gedir. Biz mütləq şəkildə 1000-i 10-a bölməliyik. Yəni, başqa sözlə desək, real uzunluğu xəritədə verilən məsafəyə bölməliyik. Bu halda biz 100.000 tapırıq. Deməli, 100.000 tapdıq və ilk öncəki təsvirimizdə kilometrlə ifadə olunmuşdu. Deməli, 1000-i bölüb 10-a vurmalıyıq 100.000-ə. Bu zaman bizə 10 milyon verir. 1000 demişdik real məsafədir, 10 xəritə üzərindəki məsafədir. Onu biz 100.000-ə vurmalıyıq. Bizə nə verir? 10 milyon verir. Cavab D variantı. 1 bölünsün 10 milyon. Ümid edirəm sualı başa düşdünüz. 18-ci sual. Yer səthində A və B məntəqələri arasındakı məsafə 2400 kilometrdir. Bu məsafəni xətti miqyası olan xəritədə təyin edin. Burada təsvir verilib bizə. Bu sualda 1 sm-ə 200 kilometr düşür. Xəritədəki məsafəni tapmaq üçün real ölçünü miqyasa bölməliyik. Beləliklə 2400-ü 200-ə bölsək, yəni real ölçünü miqyasa bölsək, biz xəritədəki məsafəni tapa bilərik. Cavab E variantı 12 sm-dir. 19-cu suala baxaq. Miqyasın kiçikdən böyüyə doğru göstərildiyi sıranı müəyyən edin. Həlli. Miqyasın kəmiyyəti nə qədər kiçik olarsa, həmin miqyasın o qədər böyük olduğu qəbul edilir. Başqa sözlə tərs mütənasib əlaqə var. Necə? Burada 1 bölünsün 1 milyon yazılıb, 1 bölünsün 500 min yazılıb, 1 bölünsün 20 min yazılıb, 1 bölünsün 5 min yazılıb. Görürsünüz ki, burada hər bir məxrəcdəki ədəd getdikcə azalır. Lakin bu əslində miqyasın artdığını bildirir. Siz riyaziyyatdan da bilə bilərsiniz. Biri 1 milyon yerə bölməyə var və bir də biri 5 min yerə bölməyə var. Əgər 1 milyona bölsək, biz daha kiçik ədəd alarıq. 5 minə bölsək isə nisbətən daha böyük ədəd alarıq 1 milyona nəzərən. Burada da eyni məntiqlə biz həll edirik. Qısaca ilə yadda saxlaya bilərsiniz ki, məxrəc nə qədər artırsa, miqyas o qədər azalır və ya məxrəc nə qədər azalırsa, miqyas o qədər artır. Burada cavab D variantı. 20-ci sual. Miqyasın böyükdən kiçiyə doğru göstərildiyi sıranı müəyyən edin. Yenə dediyim kimi, əgər məxrəc artırsa, bu zaman miqyas kiçilir. Əgər məxrəc azalırsa, bu zaman miqyas artır. Deməli, burada da cavab D variantı. 1 bölünsün 50 min, 1 bölünsün 150 min, 1 bölünsün 500 min, 1 bölünsün 1 milyon. 22-ci sual. Miqyası 1 bölünsün 800 min olan xəritədə iki məntəqə arasındakı məsafə 7,5 sm-dir. Məntəqələr arasındakı həqiqi məsafə nə qədərdir? İlk öncə 1 bölünsün 800 mini kilometrə çevirək. Bunun üçün 5 sıfır atmalıyıq. Niyə? Çünki belə deyim, 1 metr 100 sm-dir və 1 kilometrdən 1000 metr olduğundan 3 dənə sıfır 1 kilometrin 1000 metrə çevrilmiş versiyasında var və 2 dənə sıfır da 1 metrin 100 sm-də çevrilmiş versiyasında var. 3 və 2 sıfır yan-bayan qoysaq 5 sıfır edir. Bu 5 sıfır bir növ nə deməkdir? Bu o deməkdir ki, yəni 1 kilometrdə 100 min santimetri var. 1 kilometri biz 100 minə bölməliyik və burada biz 5 dənə sıfır sildirik dediyimiz kimi. Deməli, 1 santimetrə 8 kilometr düşür.
Biz indi həqiqi məsafəni tapmaq üçün xəritə üzərində olan toplam məsafəni, yəni 7,5-i 8-ə vurmalıyıq. Cavabı da 60 kilometr alırıq. Cavab C variantı 60 kilometr. 23-cü sual bir öncəki sualla eyni məntiqə əsaslanır. Onu da qeyd edeyim ki, bu tip oxşar sualları çalışın özünüz həll edin. Əgər həll edə bilməsəz, təkrardan videoya baxmağa çalışın. Bu zaman siz bunu mütləq başa düşəcəksiniz. Yox, əgər görürsüz, alındıra bilmirsinizsə, mütləq şəkildə siz onu şərh bölməsində mənə bildirin və mən sizə mümkün qədər detallı şəkildə onu izah etməyə çalışacağam. 24-cü sual baxaq. Miqyası 1/150 min olan xəritədə iki şəhər arasında məsafə 15 sm-dir. Bu şəhərlər arasındakı həqiqi məsafə nə qədərdir? Deməli, bu sual elə belədir. Biz bax qeyd etdiyimiz kimi 5-0 atmaq qaydasına əsaslanır. Lakin burada görürük ki, 4-0 var 1/150 mində. 4-0 varsa biz 4-0 tamam atdıq, lakin 1-0 çatışmır bizim atmağımız üçün. Bu zaman biz sadəcə 15-dən ən axırıncı sıfırdan fərqli ədədindən, yəni burada 5 nəzərdə tutulur. Ondan neçə ədəd sıfır çatışmırsa, o qədər vahid sol tərəfə vergül qoymalıyıq. Yəni burada 1,5. Aydındır? Yəni 1 sm-ə 1,5 kilometr düşür. Bu o mənaya gəlir. 1,5 qalan isə asandır. 15-ə vurmalıyıq. Xəritə üzərindəki məsafə 15-dir. Həqiqi məsafəni bilmirik və miqyas 1 sm-ə 1,5 kilometr düşür. Vurduq və cavab 22,5 tapdıq. Asan sualdır, ümid edirəm başa düşdünüz. 50-ci sual əvvəlki suallarla eyni məntiq əsaslanır. 51-ci sual. Xəritə üzərində iki məntəqə arasında məsafə 14 sm-dir. Yer səthində isə bu məsafə 3,5 km-dir. Xəritənin tərtib olunduğu xəttin miqyasını müəyyən edin. Həllini izah edək. Miqyas tapmaq üçün real məsafəni xəritə üzərindəki məsafəyə bölmək lazımdır. Bunu demişdik. 3,5 km-i metrə çevirsək 3500 metr verir bizə və onu da 14-ə bölsək miqyası 1/25.000, yəni 1 sm-ə 250 metr taparıq. 250, daha doğrusu 1/25.000 necə tapdıq? 3,5 km metrə çevirdik, 3500, onu 14-ə böldük, cavab bizə 250 verdi. 250 metr. Sadəcə burada diqqətli olaq, cavabda metrdən olanı götürək. Həmişə bunun fikri verin. Burada metr olsun. Əgər metr tələb olunursa, cavabda uyğun gəlirsə, yox, əgər metr yox, kilometr uyğun gəlirsə, burada kilometr olmalıdır. Lakin bu sualda gördüyünüz kimi bizdən metr tələb olunur. 52-ci sual baxaq. Miqyası 1/50 milyon olan qlobusda 12 sm-lik məsafə miqyası 1/30 milyon olan qlobusda nə qədər olar? Deməli, bu sualın həlli belədir. Bu sualı özümüz iki yolla həll edə bilərik. 1. Real ölçünü taparaq ikinci qlobusdakı məsafəni tapa bilərik. Burada qlobus, xəritə təxmini olaraq ikisi də eyni məntiqə əsaslanır, belə deyim. İkisində də uzunluqdan söhbət gedir. İkisini də eyni cür hesablayırıq. Birinci üsulda biz real ölçünü taparaq, yəni həqiqi ölçünü taparaq ikinci qlobusdakı məsafəni tapa bilərik. Necə ki, qlobus kimi fikirləşmə bunu, sən bunu xəritə kimi fikirləş, eyni məntiq. 2 miqyasından 5 ədəd sıfır silsək, 5 ədəd sıfır sildik, nə qədər qaldı? 500 qaldı. Deməli, 1 sm-ə 500 km düşür. 500-ü 12-yə vurmaqla, yəni xəritə və ya qlobus üzərindəki məsafəyə vurmaqla real ölçünü, yəni 6000 km tapırıq və ikinci məsafə miqyasından 5 ədəd sıfır silib, 300 qalır burada. 6000-i bu ədədə, yəni 300-ə bölmək lazımdır. Cavab 6000-i 300-ə böləndə neçə idi? 20 sm. Cavab 20 sm. C variantı. İkinci üsul isə belədir ki, tənasüb quraraq həll edə bilərik. Biz bilirik ki, bayaq qeyd etmişdik. Miqyas və xəritədəki qlobusdakı ölçü arasında tərs mütənasib əlaqə var. Yəni belə deyim, miqyas artırsa, xəritədəki qlobusdakı ölçü qısalır və tam tərsi. Miqyas əgər azalırsa, xəritədəki qlobusdakı ölçü artır. İkinci qlobusdakı uzunluğu x qəbul etsək, 50 milyon 12 sm düşür və 30 milyon da x sm düşür. Siz riyaziyyatdan tərs mütənasib, düz mütənasibin həllini çox bir ehtimalla bilirsiniz. Bu riyaziyyatın təməl mövzularından biridir. Deməli, mən onu qısaca sizə deyim. Əgər düz mütənasibdirsə, çarpaz şəkildə vurub bunları bərabərləşdiririk. Yox, əgər tərs mütənasibdirsə, bu səfər düz şəkildə. İlk öncə iki miqyasdakı sıfırları atıb, eyni sayda sıfır var, çox rahat şəkildə ata bilərik. İşimizi rahatlaşdıraq. Deməli, 5-ə 12 sm və 3-ə x sm düşür. Bunları düz şəkildə vursa, 5-i yəni 12-ə vurub 3-ə bölsək, x tapmaq üçün 20 sm-dir. Cavab C 20 sm. Bu da eyni cavab verdi bizə. Əlbəttə ki, eyni cavab verəcək. Sadəcə iki fərqli üsul var və siz üsullardan hansı sizə daha rahat gəlirsə, ondan istifadə edərək tapa bilərsiniz. Mən özüm şəxsən ikinci üsulla işləməyi
üstün tutardım. Çünki məncə daha qısa həll tələb edir. Amma bundan biraz məntiq tutmaq lazımdır. Yox, əgər sizə bir rahat gəlirsə, mütləq şəkildə birdən istifadə edin, özünüzü çətinliklə salmayın. 53-cü sual baxaq. Qatar şimaldan cənuba doğru meridian istiqamətində 1000 km yol getmişdir. Qatarın getdiyi məsafə 1/25 milyon miqyaslı xəritədə neçə santimetrə bərabər olar? Həlli belədir. İlk öncə miqyaslı kilometrlə ifadə edək. Bu nə deməkdir? 5 ədəd 0 atdıq. Yəni 250 qaldı. Bu nə deməkdir? 1 sm 250 kilometr düşür. Xəritədəki məsafəni tapmaq üçün də real ölçünü miqyası bölmək lazımdır. Beləliklə 1000-i 250-yə bölsək 4 sm verir. Cavab A variantı 4 sm. 54-cü sualın həlli əvvəlki suallarla eyni məntiq əsaslanır. 55-ci sual. Miqyası 1/2 milyon olan xəritədə eni 2 sm, uzunluğu isə 4 sm olan ərazinin sahəsini hesablayın. Həlli. İndiyə qədər miqyas sadəcə uzunluq üzərində izah etmişdi. Artıq bu sualda isə sahə üzərində izah etməliyik. Ümumiyyətlə düstur belədir. Ərazinin real sahəsi bərabərdir miqyasın kvadratı vurulsun xəritə üzərindəki sahəsi. Burada nə fərqləndi? İlk öncəki düsturumuzda biz nə demişdik? Real uzunluq bərabərdir miqyas kəmiyyəti vurulsun xəritə üzərindəki məsafə. Burada isə bir növ sahədən söhbət getdiyi üçün miqyası kvadratı yüksəldirik. Artıq bir kəmiyyət kimi yox, onun kvadratı kimi hesablayırıq. Xəritə üzərindəki sahə və real sahəndə ölçü vahidləri ilə kvadrat kilometr, kvadrat metr və s. kimi ifadə edirik. Xəritə üzərindəki sahə isə uyğun olaraq kvadrat santimetr. Əgər bu sualda miqyasdan 5 ədəd 0 atsaq, 1 santimetrə 20 kilometr düşəcək. Ərazinin xəritə üzərindəki sahəsi isə en və uzunluğun hasili, yəni 2/4 bərabərdir 8 kvadrat santimetr olacaq. Əgər düsturda yerinə qoysaq, ərazinin real sahəsi 20 vurulsun 20, yəni bu nə deməkdir? 20 kvadratı deməkdir. Vurulsun 8 bərabərdir 3200 kvadrat kilometr olacaq. Deməli, bunu mən sizə belə izah edeyim. Deməli, 5 ədəd 0 atdıq, 1 sm 20 km düşdü. Ərazinin xəritə üzərindəki sahəsi isə en və uzunluğun hasili, yəni en 2 sm, uzunluq 4 sm, deməli sahə 8 sm-dir. Biz xəritə üzərindəki sahəni bilirik, miqyasını bilirik. Deməli, miqyasın kvadratı, yəni 20-nin kvadratı 400, onu da 8-ə vurub, sahəyə vurub, tapırıq 3200 kvadrat kilometr. Asan sualdır. Ümid edirəm bunun da məntiqini başa düşdünüz. 56, 59, 61-ci sualların da həlli öncəki suallarla eyni məntiqə əsaslanır. 78-ci sual. Birinci xəritə sxemi əsasən ikinci xəritə sxemi miqyasını müəyyən edin. Görürük A və B nöqtələri arasında məsafələr verilib. 6 sm, 8 sm. Bu xəritə üzərindəki məsafə təbii ki. Deməli, birinci sxemdəki, ikinci sxemdəki gölün eyni olduğunu qəbul edək. Eyni göllərdə bunlar. Bayaq qeyd etdiyimiz kimi bu sualı iki fərqli yolla həll etmək mümkündür. Birinci sxemdən gölün sahəsini tapıb, ikinci sxemdən miqyası tapmaqla və miqyas və xəritə üzərindəki uzunluğun tərs mütənasib olduğunu nəzərə almaqla həll edə bilərik. Mən indi daha qısa üsul olduğu üçün tərs mütənasiblik qaydasını istifadə edəcəm. Deməli, bayaq hansı bu sualda biz izah etmişdik, 52-ci sualda iki üsul olduğunu. Mən sadəcə indi ikinci üsuldan istifadə edəcəm. 2 milyon 6 düşür və x-ə də 8 düşür. Burada düz hasil istifadə edirik. Tərs mütənasiblik var burada. Yəni 8x bərabərdir 2 milyon vurulsun 6, 8x 12 milyona bərabərdir və x də uyğun olaraq 1 milyon 500 minə bərabərdir. Miqyas 1/1 milyon 500 min tapırıq. Əgər 5 ədəd 0 atsaq, 1 sm 15 km tapırıq ki, bu da D variantına uyğun gəlir. Cavab D variantı. Cavab D variantı. Burada kilometr olduğuna diqqət edirək və 15. 79-cu sual həlli bir öncəki sualla eyni məntiqə əsaslanır. 81. Məhəllin ölçüləri 2500 metr, vurulsun 2500 metr. Planşetin ölçüləri isə 50 sm vurulsun 50 sm-dirsə, plan tərtib etmək üçün hansı miqyas qəbul edilməlidir? Deməli, həlli düstur belədir. Ərazinin real sahəsi bərabərdir miqyasın kvadratı vurulsun xəritə üzərində sahə. Bu mövzuda nisbətən kiçik sahəli məhəll və planşetdən söhbət gedir. Yəni, deməli 2500-ü 2500-ə vursaq, biz burada 6 milyon 250 min taparıq və 50-ni də 50-yə vursaq 2500 taparıq. Deməli, biz xəritə üzərindəki sahəni bilirik, real sahəni bilirik, bizdən miqyası tapmaq tələb olunur. Miqyasın kvadratı 6 milyon 250 mini 2500-ə bölsək 2500 tapırıq. 2500 nəyin kvadratıdır? 50-nin kvadratı. Kök altında 2500 yazsaq 50 taparıq. Miqyas 50. Deməli, metrə əsasən çevirdiyimizə görə 1 santimetrə 50 metr düşür. Başqa sözlə 1 bölünsün 5000. 1 metr 100 santimetr olduğundan 2 ədəd 0 əlavə etdik.
Cavab 1 bölünsün 5000 E variantı. 82. Ölçüləri 2500 və 2500 metr olan ərazinin planını 1 bölünsün 5000 miqyasda tərtib etmək üçün planşetin ölçüləri neçə olmalıdır? Həlli 1 bölünsün 5000 miqyasından metrlə istifadə etdiyimiz üçün 2 ədəd sıfır silək, metrdir deyə 2 ədəd sıfır silərik. Deməli 1 miqyasda 1 sm-ə 50 metr düşür. Düsturda yerinə qoysaq sadəcə 6.250.000 bərabərdir 2500. Vurulsun planşet üzərindəki sahə. Bu sualın 81-ci sualın bir qədər fərqli bir sualdır. Növdür bu. Sadəcə burada miqyasın kvadratını tapmalıyıq. Burada isə planşet üzərindəki sahəni. Planşet üzərindəki sahə 6.250.000 bərabərdir 2500 bölürük 2500-ə 6.250.000-i tapırıq 2500. 2500 nə ilə hasildir? 50 sm, 50 sm. 50-nin kvadratıdır. Cavab A variantı 50 sm, 50 sm. 119, 120, 121, 122, 125, 126, 127, 130, 131-ci sualların həlli əvvəlki suallarla eyni məntiq əsaslanır. 133-cü sual. Həqiqi sahəsi 7942 kvadrat kilometr olan adanın xəritədəki sahəsi 22 kvadrat santimetrdir. Xəritədə adanın şimal ucqar nöqtəsi ilə cənub ucqar nöqtəsi arasındakı məsafə 6 santimetrdir. Həqiqi məsafəni kilometrlə hesablayaq. Bu sual mövzunun ən maraqlı və diqqət tələb edən suallarından biridir. İlk öncə sahə düsturu vasitəsilə xəritənin miqyasını tapmalıyıq. Deməli, ərazinin real sahəsini bilirik, miqyasının kvadratını bilmirik, xəritə üzərindəki sahəni də bilirik. 7942-ni 22-yə bölüb biz miqyasının kvadratını tapa bilərik və bu nisbət bizə 361 verir. 361 də biz bilirik 19-un kvadratıdır. Deməli, 1 sm-ə 19 km düşür. İndi miqyasından istifadə etməklə xəritənin şimal ucqar nöqtəsi və cənub ucqar nöqtəsi arasındakı real məsafəni tapa bilərik. Bunun üçün düsturdan istifadə edək. Həqiqi məsafə bərabərdir miqyas vurulsun xəritə üzərindəki məsafə. Həqiqi məsafə, deməli biz miqyas 19 tapmışdıq. 6-ya vursaq 114 km taparıq. Burada məsələ bilirsiniz nədir? Birinci burada sahə söhbəti gedir. Məsələnin birinci hissəsində belə deyim. İkinci hissəsində isə müstəvidən bir növ uzunluqdan söhbət gedir. Birincidə sahədən, ikincidə isə uzunluqdan söhbət gedir. Miqyası biləndən sonra artıq bunu biz kvadrata yüksəltməməliyik. Çünki sadəcə uzunluqdan söhbət gedir. Onun yerinə miqyası 19-u 6-ya vurub 114 tapırıq və salam. Həqiqi məsafəni tapırıq və 114 kilometr verir bizə. Bu açıq sual idi. 134-cü sualın həlli bir öncəki sualın həlli ilə eyni məntiq əsaslanır, yəni 133-cü sualın həlli ilə. 136, 137, 138-ci sualların həlli öncəki suallarla eyni məntiq əsaslanır. 139-cu suala baxaq. 1 bölünsün 40 milyon miqyaslı xəritədə 2 kvadrat santimetr sahə tutan bataqlıq 1 bölünsün 10 milyon miqyaslı xəritədə neçə kvadrat santimetr tutar? Həlli. Bu sualı həll etmək üçün ilk öncə bataqlığın həqiqi sahəsini tapmalıyıq. Bunun üçün aşağıdakı düsturu tətbiq edək. Ərazinin real sahəsi bərabər miqyasının kvadratı vurulsun xəritə üzərində sahə. İlk öncə 1 bölünsün 40 milyondan 5 ədəd sıfır atırıq. 1 sm-ə nə qədər kilometr düşür? 400 kilometr düşür. Deməli 1 kvadrat santimetrə 400-ün kvadratı 160.000 kvadrat kilometr düşər. 4-ün kvadratı 16, 2 ədəd sıfır var. Deməli 4 ədəd sıfır olacaq. Olur 160.000 kvadrat kilometr. Bunu 2 kvadrat santimetrə vursaq, yəni miqyaslı xəritədəki ölçüyə vursaq, bataqlığın real ölçüsünü 320.000 kvadrat kilometr taparıq. İndi isə digər xəritədə nə qədər yer tutduğunu hesablayaq. Ərazinin real sahəsi miqyasın kvadratı xəritə üzərində sahəyə hasilinə bərabərdir. Biz 1/10 milyondan 5 ədəd sıfır atmaqla miqyası 1 sm-də 100 km tapırıq. 320.000 bərabərdir 100-ün kvadratı, yəni 10.000 vurulsun x. X nədir? Xəritə üzərindəki sahədir. X tapdıq 32, 320-ni 10.000-ə bölsək 32 taparıq. Deməli, ikinci xəritədə bataqlığın ölçüsü 32 kvadrat santimetrdir. Cavab 32. 140-cı sual. 140-cı sualın da həlli bir öncəki sualla eynidir. Belə, miqyas məsələləri bu qədərdir. Yəni, gördüyünüz kimi asandır, rahatdır, idealdır, imtahanda yaza biləcəyiniz səviyyədədir. Yəni, mən düşünürəm ki, əgər məntiqi qavrasaz, siz istənilən imtahanda düşən, qəbul imtahanda düşən miqyas sualını rahatlıqla yazıb öz balınızı ala bilərsiniz. Belə.
Miqyas haqqında əgər hər hansı bir qanalı məqam qalsa, bunu mütləq şərhlə mənə bildirin. Mən sizə izah edəcəyəm təkrardan. Qalsa, təkrar dediyim kimi mənə bunu yazın. Bir də hazırlıq haqqında danışmaq istəyirəm. Hazırlıqda əgər iştirak etmək istəyirsinizsə, bu zaman aşağıda şərh bölməsində qeyd etdiyim mobil nömrə ilə əlaqə saxlayın. Mən sizə ən qısa zamanda geri dönüş edəcəyəm. Çox sağ olun. Növbəti videolarda görüşərik.